Çıxıb hasarın üstünə gedir oğurluq eləməyə. Nə oğurlayır da deməyəcəm. Tullandı hasarın üstünə ki, girsin evi oğurluq eləməyə. Hasarın üstündədir ki, tullansın oğurluq eləməyə, ayə oxuyur bir adam, Quran. Evdə Quran oxuyur. Oğurluq eləyəcəyi evdəmi, ya qonşu evdə bilmirəm. Ələm yə'ni lillədinə əmənu ən təxşə qulubuhum li zikrillah. Vaxtı çatmadımı ki, möminlərin qəlbi Allahı yad eləməklə titrəsin? Hasarın üstündədir bu, oğurluğa gedən adam. Deyib, bu kim idi mənə Allahı yadına saldı? Bu ayə vaxtı çatmadımı iman gətirənlərin qəlbi Allahı yad eləməklə titrəsin? Dedi, ilahi, vaxtı çatdı. Hasarın üstündədir. İlahi, vaxtı çatdı. Vaxtı çatdı, başa düşdüm mən. Düşdü, qayıtdı. Qayıtdı, deyir, gəlir, karvan gəlir, görür bu gəlir, deyir, Fuzeyl bizi qarət eləyəcək, deyir, ilahi, nə pis adamammış mən. Mən niyə görməmişəm ki, mən bu qədər pis adamam? Necə yəni, adamlar məni görür, narahat olur ki, mən onları qarət eləyəcəm. Nə pis adamammış mən, niyə mən bu günə qaldım? Əllərini qaldırır, tövbə eləyir, Allah da qəbul edir. Necə qəbul edir? Deyirlər ki, dünyada ən o zamanda tanınmış ariflərdən biri olur.